Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala cemiyil enbiyai vel murselin. Siyyama khatamihim ve afsalihim Muhammed. Ve ala ehli beytihil etyebinel ancebin. Siyyama bakiyetillahi fil aradin. Bihim netevalla ve min a'daihim neteberra'u ilallah. Mən bir neçə dəqiqə əvvəlki gecələrə uyğun olaraq ki, xətiblər, ruhanilər Həzrət Ağanın, əziz rəhbərimizin həyatı haqqında danışdılar. Mən də bu silsilə söhbətləri davam eləmək istəyirəm. İmam Sadiq əleyhissalamdan bir nurani hədis var. Buyurur ki, kunu lana zeyna və la tekunu aleyna şeyna. Üzün bütün müsəlmanlara, Əhl-i Beyt davamçılarına tutur, bütün insanlara tutur. Onlar ki, Əhl-i Beytə yaxındılar, onlar ki, İslam xəttindədirlər, Qur'an xəttindədirlər, üzün tutur, buyurur ki, siz bizim üçün zinət olun, bizim üçün bir nöqsan olmayın. İmam ki buyurur, bizim üçün zinət olun, əziz ağamız yadımıza düşəndə görürük ki, Əhl-i Beyt üçün zinət olan gözəl şəxsiyyətlərdən biri də bu mərcəyi təqlidimiz, bu böyük İslam alimi, bu böyük İslam fəqihi idi. O da öz sələfləri kimi Şeyx Kuleyni'dən tutmuş, Şeyx Səduqdan tutmuş, Şeyx Müfiddən, Şeyx Tusidən ta İmam-ı Rahilə qədər, İmam Xomeyniyə qədər o Əhl-i Beytə zinət olma xəttini qorudu və bəlkə də bir neçə addım da qabağa getdi. Böyük bir nümunə oldu. Böyük şəxsiyyəti ilə, paşlığı ilə, mütərəqqi düşüncəsi ilə, mənəviyyatı ilə, əhatəliyi ilə, sadə həyat tərzi ilə, dərvişanə, müminanə, arifanə, salihanə həyat tərzi ilə Əhl-i Beyt üçün bir zinət oldu. Əgər bir Əhl-i Beytə zinət nümunəsin İstəsək dünyaya təqdim eləsək, bir örnək göstərə bilək, ağamızı o ilk sırada göstərə bilərik. Və o öz xələfləri üçün, ondan sonra gələn ruhanilər üçün, müqəllidləri üçün də bir nümunə oldu bu sahədə. Müxaliflər deyirdi, mən bunu bəlkə də bir 20 il bundan qabaq oxumuşdum. Ağanın müxaliflərindən biri deyirdi ki, biz ağanın həyat tərzin elə bil sanki lupa altında, teleskop altında, mikroskop altında saxlamışıq ki, orada bir nöqsan tapaq, bir qara ləkə tapaq, tənqid eləmək üçün, gündəmə gətirmək üçün. Deyirdi ki, biz nəinki bir nöqsan tapa bilmirik, qara ləkə tapa bilmirik, hətta bir boz rəng tapa bilmirik. Nəsə bir nöqsana oxşar bir şey tapa bilmirik ki, tənqid eləyək ağanı. Bu böyük İslam alimi adı çəkiləndə bir baxımdan Həzrəti Abbas əleyhissalam yada düşür. Onu o həzrətlə Əli əleyhissalamın o gözəl, şücaətli, qəhrəman övladı ilə müqayisə eləyə bilərik.
bir baxımdan. Həzrəti Abbas əleyhissalamı biz daha çox şücaəti ilə tanıyırıq və onun adı gələndə ilk bizim yadımıza düşən o böyük şəxsiyyətin, o imam övladının üstün dəyəri onun qəhrəmanlığı olur, onun şücaəti olur. Halbuki döyüş meydanındakı qəhrəmanlığından əlavə də Həzrəti Abbas əleyhissalam çox böyük bir şəxsiyyət idi. Eyni zamanda bir İslam alimi idi, fəqihi idi, arifi idi, əxlaq insanı idi, mənəviyyat insanı idi. Sıradan bir şəxsiyyət değildi. Həzrəti Əmir əl-Müminin Həzrəti Abbas haqqında buyurur ki, İnnə vələdiyəl Abbas zuqqəl ilmə zəqqa. Həzrəti Abbas əleyhissalama oğlum Abbasa elm çox, necə deyərlər, elm yavaş-yavaş ona dadızdırılıb. Elə bil anasının köksündən, atasının tərbiyəsindən, elmindən böyük bir alim idi Həzrəti Abbas. İrfanı öz yerində, əxlaqı öz yerində. Amma bu mərhələ, bu keyfiyyətlər onun qəhrəmanlığının kölgəsində qalır. Əslində heç belə olmamalıdır da. Həzrət Abbas əleyhissalam nümunə olanda əhatəli şəkildə nümunə olmalıdır. Xamenei ağa da ilk yada düşəndə bir ölkə rəhbəri olaraq, bir nizamın, sistemin rəhbəri olaraq, bir inqilabın rəhbəri olaraq daha çox siyasi və ictimai xadim kimi yada düşür ilk əvvəl. Amma onun fiqhi və elmi dərəcəsi də nə qədər siyasətdə və ictimai məsələlərdə yüksək mərhələləri fəth eləmişdi, onun fəqahəti də, elmi də bir o qədər böyük idi. Onun fiqhi fəqahəti hər nə qədər böyük idisə, onun irfanı da, irfani həyat tərzi də bir o qədər böyük idi. Onun irfanı nə qədər böyük idisə, onun fəlsəfəsi də, fəlsəfi düşüncəsi də, fəlsəfi bilikləri də bir o qədər əhatəli idi. Yəni belə deyək, Ayətullah Xamenei Həzrət Ağa universal bir şəxsiyyət idi. Yəni o din alimi, o fəqih, o müştəhid, o siyasi və ictimai xadim təsəvvürə gətiriləndə gərək bu cür təsəvvürə gətirilsin. Universallığı ilə, bütün əhatəliyi ilə. Həzrət Ağanın, Xamenei Ağanın digər bariz xüsusiyyətlərindən ki, bizim üçün örnək olmalıdır, onun həmişə formada olması idi. Bu çox mühüm bir məsələdir. Bir alim, bir fəqih, bir müştəhid, bir ruhani, ümumiyyətlə bir fərd həmişə formada olsun. Həm mənəviyyat baxımından, həm bilik baxımından, digər məsələlər baxımından. Və ona görə də heç vaxtı daim və sürətlə yenilənən biliklər, elmlər, meydana gələn siyasi, fəlsəfi, dini cərəyanlar o həzrəti qabaqlaya bilmirdi. O böyük şəxsiyyəti qabaqlaya bilmirdi. Əksinə o həmişə onların hamısından qabaqda idi. Bir neçə addım qabaqda idi. Ümumiyyətlə bu çox mühümdür də. Əgər insan formada olmasa, bir müəllim, bir ziyalı, bir ruhani, bir din alimi fərq eləməz. Əgər formada olmasa, dövrü ilə uyğunlaşa bilməsə, öz cazibəsini itirər, öz faydalığını itirər. Həzrəti Əmir əl-Müminin
Əli əleyhissalam buyurur ki, "Əl-mər'u ibn saati." İnsan öz dövrünün övladıdır. Hər şəxs öz dövrünün övladıdır. Yəni dövründə hakim olan mədəniyyətin, elmin, tərəqqinin övladıdır. Əgər bir ruhani, bir müştəhid, bir ziyalı, bir aydın, bir yazar istəsə ki, sözü cəmiyyətdə təsirə malik olsun, nüfuzu olsun, formada olmalıdır. Çünki o dövrün övladları ondan istifadə edə bilsinlər. Ruhanilərin, ziyalıların, elm adamlarının əsas auditoriyası kimdir? Xitab yeri kimdir? Müraciət etdiyi şəxslər kimdir? Adətən gənclər. Hansılar ki, müasir dövrün nümayəndələridir. Əgər ruhani özün formada saxlamasa, mütərəqqi olmasa, bilik baxımından, mənəviyyat baxımından, cazibə baxımından o auditoriyasını qaçırdar. Ona görə də Həzrət ağanı, Xameneyi ağanı həm də cazibədar eləyən amillərdən biri onun mütərəqqi düşüncəsi, mütərəqqi həyat tərzi idi. Həmişə formada olması idi. İnsan necə formada qala bilər? Bu çox əhəmiyyətlidir. Mütaliə ilə. Niyə mən bu məsələni diqqət mərkəzində saxlamaq istəyirəm? Çünki mütaliə həm də Ayətullah Xameneyinin çox təkid elədiyi mövzulardan biri idi. Özü ki, mütaliə aşiqi idi. Hətta gəncliyindən bu, məşəddə olduğu dövrdən bu başlayır. Ağa özü nəql eləyir xatirələrində. Deyir, bəzən kitabxanaların kitabları məni qane eləmirdi. Mən kitabxanadan əlavə kitablar istəyirdim, oxumaq istəyirdim. Deyir, hər kitabı almağa da maddi imkanımız əl vermirdi. Deyir, odur mən icarəyə, əmanətə kitab götürürdüm. Deyir, o vaxtı bir kitabı əmanət götürmək 1 riyal idi. Deyəməsən 1 qəpik idi. Deyir, mən 2 qəpik, 3 qəpik artıq verməyim deyə mən bir gecənin içərisində həmən kitabı oxuyub bitirməyə çalışırdım. O qədər sürətlə kitab oxuyurdum. Fərq eləmir. Ümumiyyətlə, ağanın universallığına göstərən yönlərdən, amillərdən biri də, baxın, məsələn, bir müştəhid təsəvvür eləyin, dünya bədi ədəbiyyatı ilə tanışdır, onları tənqid eləyir, onları bilir və gənclərlə görüşəndə sevimli yazıçılarını onlara təqdim eləyir. Məsələn, həmişə çox vaxt gənclərlə görüşəndə Tolstoyun Hər və Sülh romanını adını çəkərdi, tövsiyə eləyərmiş gənclərə. Yaxud öz sevimli yazıçılarından biri Fransalı Romain Rolland, onun bütün əsərlərin tövsiyə eləyirmiş gənclərə ki, oxuyun. Mən bunları mütaliə eləyəndə bu yazıçının, Romain Rolland'ın adı mənə qəribə gəldi. Axtardım, gördüm ki, həqiqətən də çox möhtəşəm əsərlər var. Həm bioqrafik əsərlər var, həm povestlər var, həm romanları var. Ki, ağanın sevimli yazıçılarından biri olub. Xüsusilə həmişə təkid elədiyi, məsələn, ədəbi kitablar içərisində Victor Hugo'nun Səfilləri olub. Deyirdi ki, Səfillər romanı təkcə bir bədii kitab kimi deyil. O həm tarixi kitabdır, həm tənqidi kitabdır, çox maraqlıdır. Deyir, o hətta ilahi kitabdır, eşq kitabıdır, emosiya kitabıdır. Həzrət Ağa deyirdi ki, deyir, mən
demirəm bütün bədii kitabları oxumuşam, amma deyir dünyada məşhur olan ən qədim əsərlərdən tutmuş, Min bir gecədən tutmuş digər kitablara qədər hamısını oxumuşam, amma deyir mənə görə soruşsalar ki, ən yaxşı bədii əsər hansıdır indiyə qədər, deyir mən deyərəm ki, Səfillər romanıdır. O da o gənclərə tövsiyə edirdi oxumağı. Nəinki bədii kitabı, şəhidlər haqqında olan kitabları, elmi kitabları, bütün kitabları oxumağı tövsiyə edirdi. Və gənclərdən şikayəti vardı. Universitet tələbələri ilə görüşəndə, yeniyetmələrlə görüşəndə bir şikayət eləyirdi. Gileylənirdi ki, gənclər kitab oxumurlar. Amma özü deyir ki, amma mən xeyli kitab meyxanəm. Amma mən çox kitab oxuyuram, mən çox mütaliə eləyirəm. Onu özünə ideal seçən, onu özü üçün örnək götürən adam mümkün deyil ki, bunları əməl eləməsin. Desin ki, o mənim müştəhidimdir, o mənim idealımdır, o mənim üçün örnəkdir, amma özü kitab sahəsində deyil. Kitab oxumur, mütaliə eləmir. Bu düz gəlmir də. Ya o ki təkid eləyir. Bir maraqlı fikri ilə rastlaşdım Həzrət Ağanın. Deyir ki, biz sıravi insanları kitab oxumağa vadar eləməliyik. Demir onları tövsiyə eləməliyik. Tövsiyə fərqlidir. Deyir ki, onları kitab oxumağa vadar eləməliyik. Savadlıları kitab çap etməyə, kitab yazmağa vadar eləməliyik. Amma o sıravi insanları kitab oxumağa vadar. Bu çox böyük sözdür ha. Kitab oxumağın, o elmi səviyyənin inkişaf elətdirməyin ən, necə deyərlər, başlıca amillərindən biridir. Yaxşı kitabı belə tərif eləyirdi. Deyirdi ki, ən yaxşı kitab odur ki, insanı Allaha yaxınlaşdırsın. Ən yaxşı kitab odur ki, insanı ülvi dəyərlərə, uca dəyərlərə yaxınlaşdırsın. Həzrət Ağa deyirdi ki, mən gəncləri 3 sağlamlığa dəvət edirəm. Bunu yadda saxlayaq, xüsusilə gənclər, cavanlar, yeniyetmələr. Deyir, mən gəncləri 3 sağlamlığa dəvət edirəm. Birincisi fiziki sağlamlıqdır. İdmanla, Həzrət Ağa buyururdu, idmanla və düzgün qidalanmaqla sağlamlığınızın, fiziki və cismi sağlamlığınızın qeydinə qalın. Digəri buyurardı ki, mənəvi sağlamlıqdır. Namazla, dua ilə, təvəssüllə, mənəviyyatla gənclərə deyirdi ki, öz mənəvi sağlamlığınızın qeydinə qalın. Və özü də həm arifanə namaz sahibi idi, həm dua sahibi idi, həm təvəssül sahibi idi. Əziz ruhanilərin biri ilə bayaq müzakirə eləyirdik. Söhbət Ağadan düşdü. Deyir, ruhanilərdən biri danışırdı ki, Səhifə-i Səccadiyədən, bizim dua kitablarımızdan biridir. Əhl-i Beytin Zəburu adlanır. Bilirsiniz, indi bəzən insan Qurani Kərimə müraciət eləyir, oxuyur, sonra Nəhcül Balağaya müraciət eləyir, oxuyur. Bəzən bu Səhifə-i Səccadiyə qərib qalır və dua maarifindən az istifadə eləyirik. Təəssüflər olsun. Deyir, amma Səhifə-i Səccadiyədən söhbət düşəndə və orada olan dualardan söz düşəndə görürdün ki, istənilən duadan nə qədər dualar var, böyük dualar var, həcmi uzun dualar var. Deyir, hər bir duadan söz düşəndə deyir, Ağa həmən duadan hifzdən, əzbərdən bir paraqraf deyərdi, bir bənd deyərdi, bir hissəsin deyərdi. Özü də dua əhli idi. O ki, gənclərə deyir,
mənəvi sağlamlığınızı dua vasitəsilə saxlayın. O məşğuliyyətinin çoxluğuna rəğmən vaxt tapıb cəmkarana gedir, məşhədə gedir. Xüsusilə məsələn cəmkaran yaxın olduğuna görə də İmam Zaman məscidində onun razu niyaz eləməsi, onun İmam Zaman ağa ilə Əcəlallahu fərəcahu şəriflə təvəssül eləməsi, dərdini onunla bölüşməsi çox məşhurdur. Ümumiyyətlə dua haqqında ağanın çox gözəl bir fikri ilə rastlaşdım. Dua haqqında danışır, namaz haqqında tövsiyələri var. Çox gözəl tövsiyələrdir. Məsələn, namaz haqqında deyirdi ki, əzizlər, deyir, siz namaza qalanda, deyir, o xuşunun, xuzunun ki, insan namazın xuşu ilə qılmalıdır, diqqət, səmimi qəlblə qılmalıdır, zehni agahlıqla qılmalıdır. Bu onun vücudunda da, bədənində də özünü tərənnüm eləməlidir. Deyirdi ki, ən azından əgər siz namazın sözlərinin mənasını bilməsəz belə, heç olmasa bunu bilin ki, sizin bir müxatəbiniz var. Sizin xitab elədiyiniz bir varlıq var. Ən azı bunu bilin. Bəzən insan alim ola bilər, çoxlu mütaliəsi, biliyi ola bilər, amma elə namaz qılar ki, yəni Allah'a xitab qərar verməz, Allah'a müraciət eləməz namazında, bilməz kimin qabağında dayanıb. Deyir, amma hətta namazın sözlərinin mənasını bilməsiz belə, amma namazda qalanda bil ki, kiminləsə danışırsan. Və bir varlıq var ki, səni qulaq asır. Düzdür, sən o sözlərin mənasını bilmirsən. O ki, o sözlərin mənasını bilir. Sən bunun fərqində ol. Yaxud dua barəsində deyir, nə qədər böyük dualarınız olsa belə, onu rahatlıqla ilahi dərgahda dilə gətirin. Duanın böyüklüyü sizi qorxutmasın. Demin ki, çox böyük. Xeyr, bu Allahın mərhəməti, Allahın səxavəti qarşısında bizim arzularımız nə boydadır ki, hər nə qədər belə böyük olsa, Allahın dərgahında, Allahın huzurunda heç zərrə deyil. Buyururdu, böyük arzularınızı dilə gətirməkdən çəkinməyin. Sonra buyurdu ki, kiçik dualarınızı da Allah dərgahında dilə gətirməkdən utanmayın. Demin ki, bu çox balaca bir şeydir də. Sən bunu istəməyim Allah'tan. Deyir, bu da olmasın. Ən kiçik duanızı da, hacətinizi də Allahın dərgahına aparın. Peyğəmbərin hədisində də var. Zahirən Meyrac hədisindədir. Allah xitab eləyir Peyğəmbərə. Ya Peyğəmbər, ümməti və denən, hatta süfrəsinin duzunu belə məndən istəsinlər. Demə kiçikdir. Demə mən ancaq Allah'tan ev, maşın, şan, şöhrət istəyə bilərəm. Xırda şeylər istəməyim. Xeyr. Allah özü buyurur. Deyir ki, bir hədisdə var ki, hətta ayaqqabınızın bağını da məndən istəyin. Niyə? Çünki ən kiçik şeyləri belə insan Allah'tan istəyəndə öz fəqirliyin, öz yoxluğun, öz acizliyin, öz zəifliyin, öz miskinliyin göstərir. Yəni ilahi, sənin lütfün olmasa, sənin inayətin olmasa, mən kiçik saydığım şeylərin belə öhdəsindən gələ bilmərəm. Sonra ağa fikri sağlamlığa işarə eləyirdi. Deyirdi ki, gənclər fikri sağlamlığına da diqqət eləməlidirlər. Amma fikri sağlamlığın insanlar necə təmin eləyə bilər? Yenə də təkid eləyirdi ki, oxumaqla, mütaliə ilə, təfəkkürlə. Əlbəttə, bu qeyd elədiklərim ki var, bunlar hamısı xüsusi, əlahiddə bir mövzulardır. Bunların hər biri haqqında o
böyük şəxsiyyətin baxışları, düşüncələri əsasında müzakirə eləmək olar, bəyan eləmək olar, amma ötəri şəkildə deyirik, keçirik. 3 sağlamlıq. Biri fərdi sağlamlıq, mənəvi sağlamlıq, bir də fikri sağlamlıq. Fikir sağlam olmalıdır. Fikir insanın bir tənqidi düşüncəsi olmalıdır. İnsanın müstəqil düşüncəsi olmalıdır. Bəzən görürsən, müminin müstəqil düşüncəsi yoxdur. Müminin tənqidi düşüncəsi yoxdur. Yəni, insanın əgər müstəqil düşüncəsi olmasa necə olar? Hər kəs səni yoldan çıxarda bilər. Nə görsən, kim nədirsə, insan tez təsir altına düşə bilər. Amma insan əgər istəsə özün yaxşı bara gətirsin, özün inkişaf elətdirsin, özünün müstəqil düşüncəsi olsun. Əlbəttə Qur'an-ı Kərimin kənarında, Peyğəmbərin sünnəsinin kənarında, Əhl-i Beytin sirəsinin kənarında. Özünün də müstəqil düşüncəsi olmalıdır ki, sabit dayana bilsin, möhkəm dayana bilsin. Bu ağanın tövsiyəsidir. İndi bəzən görürsən, bunu da qeyd edeyim, yeri var. İnsanlar kitab oxumur da. Məsələn, burada qoyurlar aşağıda, kitab sərgiləri olur, çap olunur. İnsanlar elə bilirlər ki, öz, necə deyirlər, fikri sağlamlıqlarını TikTok'da bir neçə saniyəlik, Instagram'da bir neçə saniyəlik, digər sosial şəbəkələrdəki bir neçə saniyəlik video roliklərlə ya statuslarla təmin eləyə bilərlər. Xeyr. Bunlar hamısı parakəndə fikirlərdir. Düzdür, içərisində gözəl fikirlər var. Hətta orada deyilən lətifəni belə bilmirsiniz ki, bunu danışan, çıxış eləyən şəxs bunun haçan nümunə gətirdi dedi. Bu lətifənin yeri haraydı. Ancaq biz məsələn bir ruhanidən eşidən lətifəni eşidirik, gülürük, keçirik. Ya məsələn bir neçə saniyəlik, 30 saniyəlik, bir dəqiqəlik bir çıxış var. Bunu nə üçün dedi, harda dedi? Bu çıxışının müqəddiməsi nə idi? Axırı nə idi? Bu sitatı niyə gətirdi? Bu fikir bir neçə saniyəlik. Heç olmasa əgər kitab oxumağa hövsələ yoxdur, o çıxış ki var, bir 30 dəqiqəlik çıxışa, 40 dəqiqəlik çıxışa tam baxaq. Çünki o da bir mütaliənin bəhrəsidir də. Bir ruhani, bir natiq, bir çıxış eləyəndə bir vaxt qoyur, bir neçə saatın, bir neçə gününü həsr eləyir. Onun üstündə düşünür, bir neçə kitaba, bir neçə məqaləyə baxır, Qur'ana müraciət eləyir, hədis qaynaqlarına müraciət eləyir. Heç olmasa, əgər biz YouTube'da, digər sosial şəbəkələrdə hansısa bir dini çıxışa, hansısa bir ziyalının fəlsəfi, pedaqoji, psixoloji, mənəviyyata aid çıxışına qulaq asan da heç olmasa o çıxışa tam qulaq asaq. Nəinki bir neçə saniyəsinə qulaq asaq, xeyr. Bu ağanın tövsiyəsidir. Bir məqama da işarə eləyim. Mən söhbətimi yekunlaşdırım, çox da vaxtınızı almayayım. Ağanın məşhur bir şuarı var idi, bir devizi var idi, belə deyək. Bu hamımıza aiddir, istər xaricdə yaşayanlara, istər ruhanilərə, istər müəllimlərə. İstənilən ictimaiyyətdə, cəmiyyətdə olan şəxsə bu faydalı bir devizdir. Hamı onu şuar eləməlidir. Hamı onu özü üçün, necə deyərlər, bir şuar eləməlidir, yaddaşında saxlamalıdır. Ağa deyərdi ki, şuarı belə idi. İnsanlara, auditoriyaya nisbətdə deyərdi ki, biz maksimum cəzb eləməliyik, minimum uzaqlaşdıra bilərik. Əlbəttə deyirdi, mənim uzaqlaşdırmağa etiqadım yoxdur. Mənim kimisə itirməyə, kimisə dini camiyyədən, mənəvi camiyyədən, öz ətrafımızdan uzaqlaşdırmağa etiqadım yoxdur. Heç kəsi itirməməli. Amma biz maksimum şəkildə insanları cəzb eləməliyik. O çox böyük sözdür. Bizim itirmək vaxtımız deyil. Bizim kimisə özümüzdən, Hüseyniyyəmizdən,
məscidimizdən, camiyəmizdən, ətrafımızdan biz istənilən dostumuzu öz necə deyirlər, cazibəmiz əsasında gətirməliyik, məscidə gətirməliyik, Hüseyniyyəyə gətirməliyik, mənəvi mühitə gətirməliyik, halallığa gətirməliyik, paçlığa gətirməliyik, saflığa gətirməliyik, düzlüyə, dürüstlüyə cəzb eləməliyik. İndi mən düşünürdüm bu ağanın bu sözü haqqında ki, onun məşhur devizi idi də, həmişə çox vaxt çıxışlarında müxtəlif insanlara, səlahiyyətli insanlara, qeyri-səlahiyyətli insanlara bunu həmişə tövsiyə eləyirdi ki, maksimum dərəcədə insanları cəzb eləyin və çalışın kimsəni itirməyin. Çünki bizim itirdiklərimizi başqaları, rəqiblər puskuda dayanıblar da, onlar əgər biz dostumuza sahib çıxa bilməsək, rəqiblər ona sahib çıxar. Əgər biz övladımızın tərbiyəsi ilə məşğul ola bilməsək, başqaları məşğul olar. Mən düşünürdüm ki, bu ağa danışırdı, maksimum dərəcədə cəzb etmək, bu heç nədən əmələ gəlmir axı, əldə olunmur. Yəni, asan əldə olan bir şey deyil. Gərək bizdə bəzi xüsusiyyətlər olsun ki, cəzb eləyə bilək. Biri fərdi cazibədarlıqdır. Əgər biz bir fərd olaraq, bir şəxs olaraq özümüz cazibədar olmasaq, necə cazibədar ola bilərik? Bir, əxlaqi keyfiyyətlərimizlə. Biz bu yolun, bu xəttin, Əhl-i-Beyt xəttinin, vilayət xəttinin davamçıları olaraq, əgər istəsək maksimum dərəcədə cəzb eləyə bilək, gərək bir, bizim fərdi cazibəmiz olsun, cazibədarlığımız olsun, əxlaqımızla, yüksək əxlaqımızla, özümüzü o qədər gözəl fərd olaraq, bir şəxs olaraq, o qədər bərəkətli eləməliyik ki, özümüzü, o qədər nurani eləməliyik ki, özümüzü bir nəfər bizim ətrafımızda, bizim işığımızda, bizim bərəkətimizdə olmağı arzulasın. Bizim əxlaqi keyfiyyətlərimizdən, təvazökarlığımızdan, sədaqətimizdən, dürüstlüyümüzdən, paklığımızdan faydalana bilsin, ləzzət apara bilsin. Bu birinci cazibədarlıqdır. Ki, ağa ki buyurdu, biz maksimum dərəcədə cəzb eləməliyik insanları. Bir, insan əgər özünə cazibə verməsə necə olar? Sənin əgər bir cazibən yoxdursa, bir fərd olaraq, bir şəxsiyyət olaraq, bir mənəvi baxımından, əxlaqi baxımından, dünya görüşü baxımından kim insana cəzb olar? Kim insanın ətrafında? Bir insan bir şam olmalıdır ki, bu pərvanələr onun işığına gəlsin, başına dolansın. Fərdi, şair deyir, gər cəzbəyi eşq olsa gətirirəm, necə gəlməz, gər cəzbəyi eşq olsa, gəlsə vecə gəlməz. Sən çağırarsan zorla, nə bilim, bəzi xitablarla nə fərqi var ki onun? Sən bir özün cazibə sahibi olmalısın. İki, ki bu fərdi cazibə Həzrət Ağanın özündə var idi. Ki danışırdı, maksimum cəzb eləməliyik. Fərd olaraq yüksək əxlaqi keyfiyyətləri, oturuşu, duruşu, adam onun çay içməsindən ləzzət alırdı. Yemək yeməyindən ləzzət alırdı. Yol yerişindən ləzzət alırdı. Oturuşundan, duruşundan, geyim tərzindən. Bəzən baxırdın ki, məsələn, bir köynək geyinib, biraz məsələn köhnəlib, köynək sapları görsənir. Amma onu da o qədər gözəl geyinirdi. Baxırdın ki, dünyanın ən modni insanı budur, ən dəbli insanı budur. Niyə? Çünki fərdi cazibəsini günü-gündən inkişaf elətdirmiş. İkinci, intellektual cazibədarlıqdır. Bu da ağada çox yüksək
şəkildə var idi. Həm irfani tərəfi ilə, həm fəlsəfi tərəfi ilə, həm elmi tərəfi ilə, həm dərin mütaliəsi ilə. İntellektual cazibədarlıq nədir? Məsələn, bir nəfər əgər bizim söhbətimizdə əyləşdi, ətrafımızda əyləşdi, bizlə bir dialoq quranda bizim o əhatəli biliyimizdən ləzzət almalıdır. O bilik, o geniş informasiya, o intellekt insanı nə eləməlidir? Cəzb eləməlidir. Görsün ki, bu adam dolu adamdır. Məsələn, Ayətullah Xameneyi işarə də eləyiblər əvvəlki söhbətlərdə. Məsələn, musiqidən danışanda elə bil musiqişinas kimi danışırdı. Nəqd elirdi, tənqid elirdi, fikrin bildirirdi. Ədəbiyyatdan danışanda elə danışırdı, elə bil ki, illərin təcrübəli tənqidçisidir, ədəbi tənqidçisidir. Ya digər elmi, fəlsəfi kitabları ağalardan biri danışdı, deyir, bir nəfər gəlir kitabxanasına ağanın, hətta məsələn kitabxanada neçə min kitab var. Deyir, neçə kitabı açdım, gördüm ki, bu təsadüfi şəkildə, nəinki ardıcıllıqla, bir neçə yerdən deyir, kitab götürdüm. Gördüm ki, ağa, demək olar ki, kitabın hər səhifəsində lazım bildikdə öz fikrin yazıb. Hətta fəlsəfi, qərb fəlsəfəsinə aid kitablarda öz fikirlərin yazıb, tənqidlərin yazıb, izahların yazıb, şərhlərin yazıb. O qədər diqqətlə. Niyə o intellektual, nəinki bunu görüntü üçün, yox. O, onun öz tələbatı idi, öz ruhiyyəsi idi, onun ilahi vəzifəsi idi. İlahi vəzifəsi idi. İnsanın özünün elə bir din adamının, bir əhl-i beyt adamının intellektual baxımdan bilik, savad, məlumat baxımdan özünü formada saxlaması, o tərəfdən bir nəfər məsələn danışanda görsək ki, bir ruhaninin, bir şəxsin, bir müminin mütaliəsi bir tərəflidir. Bir kitab oxuyub gedib. Cazibəsi olmaz, maraq olmaz. Amma biləndə ki, bu universal bir şəxsiyyət, əhatəli şəxsiyyətdir, cazibə yaranır. Üçüncüsü, o metod cazibədarlığı idi. Metod cazibədarlığı, uslub cazibədarlığı. Ağa buna çox gözəl şəkildə riayət eləyirdi. Məsələn, əmr bil məruf haqqında deyirdi. Deyir, insanlar, indi məhsul şəxslər, ruhanilər, möminlər, hər kimsə ki, özündə bunu, bu vəzifəni bilir. Deyir, insanları xoş bəyanla, gözəl tərzdə dinə dəvət eləyin. Ya bir işdən istəyirsiniz, nəhy eləyəsiniz, bir şeyin pis olmasın onlara deyəsiniz. Deyir, onu çox gözəl tərzdə eləyin. Quran ayəsidir də, ayədə buyurur ki, Udu ila sabili rabbike bil hikmeti vel mauizetil hasene ve cadilhum billeti hiye ehsen. Allah da deyir, insanları əgər istəyirsən dinə, Allaha, Rəbbivin yoluna dəvət eləyəsən, hikmətlə dəvət elə. Yəni, elmlə dəvət elə, məntiqlə dəvət elə, tutarlı dəlillərlə dəvət elə və mauizetil həsənə ilə, yəni gözəl tərzdə muizə eləməklə, yəni bir nəsiyyət verməklə, yəni bir tərəfdə o emosional, əgər əvvəldə hikmətə, məntiqə, ağıla işarə eləyirsə, burada biraz da emosiya var, atifə var. Yəni həm də insanların emosiyasına da, duyğularına da təsir eləməyi insan bacarmalıdır. Deyir ki, əgər rəqiblərinlə istəyirsən mübahisə eləyəsən, ən yaxşı yolu seç. Ən yaxşı yolu seç. Bu Əhl-i Beytin də yoludur da. Həzrət Ağanın təkid elədiyi məsələlərdən də biri bu idi. Həmişə deyirdi insanlara, məsuliyyətli şəxslərə, ruhanilərə, tələbələrə, digər məmurlarına ki, bu metod gözəl olmalıdır. Əgər sən Allaha tərəf çağırırsan, nifrətlə, ağa buyurdu ki, bu nifrətlə mümkün deyil. Sevgi ilə olmalıdır, eşqlə olmalıdır, hansı ki, Əymək Ətharın da bəyanlarında, sirəsində biz bunu görürük. Allaha an veririk izzət-i cəlalına, əzəmətinə, bizi bu yolda müvəffəq eləsin. Həmişə
o sələf alimlərimizi, məxsusən dünyasını dəyişmiş rəhbərimizi özümüzə nümunə götürək, düşüncələrin nümunə götürək, həyat tərzin nümunə götürək. Və bu bizim təbii ki, mənəvi inkişafımıza, əxlaqi inkişafımıza, elmi inkişafımıza səbəb olar. Allah o böyük şəxsiyyəti, din aliminə rəhmət eləsin. Mən bir daha ilk fürsətimdir də İmam Zaman ağaya başsağlığı verirəm. Burada olan ruhanilərə, əziz ustadımıza başsağlığı verirəm və siz əzizlərə başsağlığı verirəm. Və Allah müharibə alovun əziz İran ölkəsinin üzərindən uzaq eləsin və tezliklə Allah o ordunu, Əhl-i Beyt ordusunu müzəffər eləsin, qalib eləsin və tezliklə o xəbəri eşitməklə hamımızın qəlbi sevinsin. İnşallah Peyğəmbər və ali Peyğəmbərə salavat hədiyyə.